İkinci Qarabağ müharibəsinin tarixini həm yaxşı bilməlidir bizim gənc Azərbaycanlılarımız, xaricdə yaşayanlar, həm öz dostlarına bu həqiqətləri çatdırmalıdırlar. Yəni bir sözlə, xaricdə yaşayan Azərbaycanlılar böyük qüvvədir və onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir və onların fəallığı və Azərbaycan xəriyyətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Belə bir şəhəri bu qədər gözəl, yeni bir şəhərə çevirmək çox gözəldir. Burada gözlerim yaşla doldu. Burada şehitler ölmüş, canlar dökülmüş. Çox emosional hisslər və çox qürur hisslər. Mən fəxr edirəm ki, mən buradayım. Beynim hər hədən Xocalıda olduğunu dərk eləmir. Yəni belə bir, bilmirəm, Xocalı faciəsini biz heç vaxt burada olmamışıq, filmlərdən görüb yaşamışıq və insanların biz burada bugün Abad şəhərdə, başda Ali Müzəffər Başkomandanımız cənab İlham Əliyevin dəstəyi ilə, yəni sıfırdan qurulmuş Xocalıda biz hal-hazırda dayanmışıq, amma belə abad yeri görürük. Vaxt olub ki, bu küçələr insanların qanları ilə, yəni sulanıb.